Gənclərin ali təhsil alması imkanlarının genişləndirilməsi üçün müxtəlif üsullar təklif edilir. Mütəxəssislər hesab edirlər ki, Azərbaycan universitetlərinin beynəlxalq imtahan nəticələri əsasında tələbə qəbul etməsi və bu nəticələrə uyğun təqaüdlər ayırması gənclərə əlavə stimul ola bilər. Beynəlxalq imtahanlar tələbələrin bilik və bacarıqlarını qlobal standartlara uyğun qiymətləndirməyə imkan verir. Bu isə universitetlərə daha hazırlıqlı, motivasiyalı və bilik səviyyəsi güclü tələbələr cəlb etməyə şərait yaradır. Beynəlxalq imtahan sistemini tətbiq eləyə bilər bizim universitetlərə, necə ki bunu ADA tətbiq eləyir, ADA Universiteti. SAT imtahanı ilə və IELTS-dən yüksək bal toplayan tələbələrə universitet özü təqaüd verə bilər və onu o şəkildə təhsil almasına şərait yarada bilər. Məsələn, hədd qoya bilər ki, SAT 1600-dən, 1600, 1500-dən yuxarı yığanlar oxusun. IELTS-dən məsələn minimum 8 bal qoya bilər və bu halda bu şagirdlərə kredit təqaüd ayıra bilər. Hazırda Dövlət İqtisad Universitetində tələbələrin motivasiyasını artırmaq məqsədi ilə bir sıra təqaüd növləri təsis edilib. Əgər 600 və daha yüksək bal toplayan, eləcə də Respublika və fənn olimpiyadalarında qalib olan abituriyentlər bu universiteti seçərlərsə, onlara hər ay 100 manat məbləğində təqaüd verilir. Eyni zamanda semestr imtahanlarında yüksək bal toplayan və ilk 15-likdə yer alan tələbələrə də təqaüd təqdim edilir. Tələbələr birinci semestr bitirdikdən sonra imtahanın nəticələrindən asılı olaraq hər kurs üzrə 15 nəfər tələbəyə UNEQ tərəfindən xüsusi əlaçı təqaüdü verilir. Tələbələr dövlətin verdiyi əlaçı təqaüdündən əlavə olaraq UNEQ onlara 200 manat məbləğində əlavə təqaüd verilir. Birinci semestrin imtahanları bitib, semestr imtahanının nəticələrinə görə bizdə 60 nəfər tələbə, hər kurs üzrə 15 nəfər tələbə xüsusi əlaçı təqaüdü alır. Eyni zamanda ali təhsilə əlçatanlığı artırmaq məqsədi ilə 2021-ci ildən etibarən təhsil tələbə krediti mexanizmi tətbiq edilir. Burada məqsəd ödənişli əsaslarla universitetə qəbul olan şəxslərə maddi dəstək olmaqdır. Daha aşağı faiz və güzəştli ödəniş müddəti ilə həmin şəxslər bu kreditləri geri ödəyə bilərlər. Fondun e-tkf.edu.az elektron portalındakı statistik göstəricilərə əsasən hazırki dövrədək 79 mindən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib ki, bu müqavilələrə ümumilikdə 74 milyon manatdan artıq vəsait ayrılıb. İllik 2 və 6% dərəcəsi ilə təqdim olunan sosial və standart növ təhsil tələbə kreditləri yalnız Azərbaycan Respublikası vətəndaşlarına əyani və ödənişli əsaslarla təhsilin normativ müddətində əvvəlki semestrlər üzrə akademik borcu olmayan tələbələrə təqdim olunur. Nəticə etibarilə təhsil tələbə krediti ali təhsilə çıxışı genişləndirən mühüm və nisbətən effektiv vasitədir. Lakin onun uğuru əmək bazarı ilə birbaşa bağlıdır. Belə ki, tələbə krediti götürən şəxs məzun olduqdan 2 il sonra və ya rəsmi qaydada işə başladığı gündən ödəniş etməyə başlayır. Qasım Xuluflu, Qadir Əliyev, İTV Xəbər.